Allah öz ayələrini sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir. Doğuşdan kəsildikləri üçün ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinətlərini göstərmədən üst paltarını çıxarmasında günah yoxdur. Bununla belə, çəkinmələri onlar üçün daha yaxşıdır. Allah eşidəndir, biləndir. Kora, çolağa, xəstəyə, başqaları ilə bir yerdə oturub yemək yeməkdə günah yoxdur. Sizin özünüzə də, öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində,